sədəqə verən adam, sədəqənin savabına ehtiyacı var axı. İmam Şəabi deyir ki, verən adam bu verdiği sədəqənin savabına ehtiyaclı olduğunu, onun ehtiyaclı olduğundan daha çox görməyincə, bilməyincə, mən səndən daha çox ehtiyaclıyam, sənin ehtiyacından mənim ehtiyacım daha çoxdur. Bu savaba onun sədəqəsi batildir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sədəqə verin ey insanlar. Sizin üzərinizə elə bir zaman gələcək ki, kişi öz sədəqəsindən çıxacaq bayra gəzməyə. Gəzir, əlindədir. Verən adam tapmayacaq, qəbul edən yoxdur. Bir kişi deyəcək ki, dünən gəlsəydin verərdin, bugün ehtiyacım yoxdur deyir. Yəni vaxtında vermək lazımdır yoxsa yox? Özün üçündür. Sababa ehtiyacı var indi ver. Sabahı gözləmə, zaman gələcək vallahi. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu elə belə deməyib, vəhlə deyib. Sən vermək istəyəcəksən, kişi deyəcək ki, qardaşım vallahi dünən gəlsən götürəcəkdim. Bugün ehtiyacım yoxdur. Özün bax, gör nə edirsən. Yoxdur adam.